Məktəblərin kəşf etdiyi yeni inanılmaz bir mətləb var. Qarşınızdakı partnyorunuzun hansı cinsi infeksiyaya yoluxduğunu biləcəksiniz. Özü də prezervativlər sayəsində. Çox maraqlı xəbərlərimiz var. Bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanış olaq. Qoltuqaltı dezodorantlar xərçəng yaradır. Alimlərdən cavab. Ayaq barmaqlarındakı tüklər sağlamlığınızdan xəbər verir. İddia. Meyvələri yalnız su ilə yumaq kifayət etmir. Mütəxəssislər sodalı üsulu tövsiyə edir. Cinsi yolla keçən infeksiyalar aşkarlayan prezervativ hazırlanıb. Məktəblilərdən yenilik. Turş şirniyyat panik atakın təsirini azaldır. Maraqlı araşdırma. Xanımlar, diqqətlə izləyin, çünki çox maraqlı bir xəbərim var. Məsələ burasındadır ki, məktəblilər yeni bir prezervativ növü kəşf ediblər və bunun sayəsində partnyor onu geyinən kimi hansı infeksiyanın daşıyıcısı olduğu məlum olur və beləliklə də illərlə, aylarla hansısa kişidən yoluxduğunuz virusu müalicə eləmək bəlasından qurtulacaqsınız. Çox maraqlı xəbərdir, birlikdə baxaq. Cinsi yolla keçən infeksiyaları aşkarlayan prezervativ hazırlanıb. Böyük Britaniyada məktəblilər tərəfindən hazırlanmış innovativ layihə cinsi yolla keçən infeksiyaların aşkarlanmasına yeni yanaşma təklif eləyir. STI adlandırılan xüsusi prezervativ infeksiya ilə təmas zamanı rəngini dəyişərək istifadəçini mümkün risk barədə məlumatlandırmağı hədəfləyir. Layihə Londonun Isaac Newton Akademiya məktəbinin şagirdləri tərəfindən hazırlanıb. Gənc ixtiraçılar bu ideya ilə Böyük Britaniyada keçirilən Teen Tech müsabiqəsinin səhiyyə kateqoriyasında qalib olublar. Konsepsiyaya əsasən prezervativin səthində yerləşdirilən xüsusi molekullar və ya anticismlər xlamidioz, herpes, sifilis və insan papilloma virusu kimi infeksiyalara xas patogenlərlə təmasda olduqda kimyəvi reaksiya yaradır. Nəticədə prezervativ müəyyən rəngə boyanır və hansı infeksiyanın aşkarlandığını göstərir. Məsələn, yaşıl rəng xlamidiozu, sarı herpesi, mavi sifilisi, bənövşəyi isə insan papilloma virusunu göstərir. Panik atak olanlar üçün maraqlı bir xəbərimiz var. Əgər turş şirniyyatları və yaxud da ümumiyyətlə turş nə isə panik atak zamanı yesəniz, o zaman beyində xüsusi dəyişikliklər baş verir və həyəcan, ürək döyüntüsü və bu dəqiqə həyatım sonlanacaq fikri tamamilə uzaqlaşır. Qeyri-adi və maraqlı xəbərdir. İzləyək. Turş şirniyyat panik atakın təsirini azaldır. Son dövrlərdə sosial şəbəkələrdə panik atak və güclü narahatlıq zamanı turş şirniyyatın istifadəsi geniş müzakirə olunur. Mütəxəssislərin fikrincə bu üsul bəzi hallarda insanın diqqətini qorxu və təşviş yaradan düşüncələrdən yayındıraraq onu hazırki ana yönəltməyə kömək eləyir. Məlumata görə turş dadın yaratdığı güclü hissiyat beynin diqqətini panikaya səbəb olan fikirlərdən uzaqlaşdırır. Bu yanaşma psixologiyada torpaqlanma texnikalarından biri hesab olunur. İnsan turş şirniyyatın dadına, qoxusuna və ağızda yaratdığı hisslərə fokuslandıqda diqqətini indiki məqama yönəldir. Psixi sağlamlıq üzrə mütəxəssislər bildirir ki, torpaqlanma üsulları narahatlıq, stres və panik atak zamanı emosional gərginliyi azaltmağa kömək eləyir. Bu texnikalara nəfəs məşqləri, ətrafdakı əşyaları müşahidə etmək, səslərə diqqət yetirmək və hiss orqanlarından istifadə etmək daxildir. Turş şirniyyat da məhz dad duyğusu vasitəsilə bu prosesə dəstək verir. Mütəxəssislər hesab edir ki, turş şirniyyat bəzi insanlar üçün faydalı köməkçi vasitəsi olsa da, uzun müddətli həll yolu peşəkar dəstək və uyğun müalicə üsullarından keçir. Meyvəni sadəcə alıb yuyub yeyirsinizsə, bu heç doğru deyil. Bilirsiniz ki, meyvələr uzun müddətli qalsın deyə onların üzərinə müxtəlif maddələr vurulur. İndiki almalar aylarla çürümür. Həmçinin də gilaslar və digərləri. Bəs nə etməliyik ki, bu yad maddələr meyvənin üzərindən tamamilə silinsin? Ya sirkədə, ya da sodada saxlamalıyıq. Hansı meyvəni suda, hansını sirkədə, hansını isə sodada saxlamaq lazımdır. Bunları bilmək üçünsə xəbəri sona qədər izləyin.
Meyvə və tərəvəzləri yemədən əvvəl yumaq vacib olsa da mütəxəssislər bildirib ki, adi su bəzi pestisid qalıqlarını tam təmizləmir. Aparılan araşdırmalar göstərib ki, qida sodası əlavə edilmiş su meyvələrin səthindəki müəyyən pestisidlərin miqdarını azaltmaqda daha effektivdir. Xüsusilə qabığı ilə yeyilən alma, armud və digər meyvələrdə pestisid qalıqlarının bir hissəsi səthdə qalır. Alimlərin fikrincə, sodalı məhlul bu maddələrin təmizlənməsinə kömək etsə də, bütün kimyəvi qalıqları tamamilə aradan qaldırmır. Çünki bəzi pestisidlər zamanla meyvənin qabığına və ya daxili qatlarına nüfuz edir. Evdə tətbiq edilə bilən sadə üsul üçün böyük bir qaba sərin su tökülür və 2 stəkan suya təxminən 1 çay qaşığı qida sodası əlavə edilir. Meyvələr bu məhlulda 12-15 dəqiqə saxlandıqdan sonra axar su altında yaxşıca yuyulur. Mütəxəssislər qeyd edir ki, bu üsul qida təhlükəsizliyini artırmağa kömək etsə də, meyvələrin etibarlı mənbələrdən alınması və gigiyenik qaydalara riayət olunması da vacibdir. Ayaq barmaqlarındakı tüklər, yəqin ki, onlar barədə heç vaxt heç kim düşünmür. Nəyə lazımdır? Heç sona qədər insanlar anlamır da. Amma sən demə, ayaq barmağında olan bir neçə o balaca tük sağlamlığımızdan xəbər verirmiş. Çox maraqlı xəbərdir, baxaq. Ayaq barmaqlarınızdakı tüklər sağlamlığınızdan xəbər verir. Bir çox insan ayaq barmaqları və oynaqlar üzərindəki tükləri əhəmiyyətsiz hesab edir. Lakin mütəxəssislər bildirir ki, bu tüklər bəzən orqanizmin ümumi sağlamlıq vəziyyəti haqqında xəbər verir. Həkimlərin sözlərinə görə ayaq və barmaqlarda tüklərin normal şəkildə uzanması həmin nahiyələrdə qan dövranının kifayət qədər yaxşı olduğunu göstərir. Sağlam qan dövranı sayəsində oksigen və qida maddələri tüklərin köklərinə çatdırılır və onların inkişafı dəstəklənir. Bununla yanaşı, ayaqlarda və ya barmaqlarda tüklərin seyrəkləşməsi və ya tamamilə yox olması bəzi hallarda qan dövranı problemləri ilə əlaqəli olur. Xüsusilə periferik damar xəstəlikləri zamanı aşağı ətraflara qan axını zəiflədiyindən bu cür dəyişikliklər müşahidə olunur. Mütəxəssislər vurğulayır ki, ayaq tüklərinin az olması tək başına hər hansı xəstəliyin göstəricisi sayılmır. Bu vəziyyət genetik xüsusiyyətlər, yaş və hormonal dəyişikliklərlə də bağlı olur. Buna baxmayaraq, orqanizmdə baş verən dəyişiklikləri izləmək və şübhəli hallarda həkimə müraciət etmək vacibdir. Qoltuq altını təmizləyən kimi antiperspirant, yəni tər əleyhinə dezodorantları vurmaq xərçəng yaradır. Bu barədə sosial şəbəkələrdə və bir sıra sağlamlıq portallarında kifayət qədər müzakirə gedib. Lakin mütəxəssislərin cavabı birmənalı deyil. Baxaq görək, bu iddialara alimlər nə cavab verir? Qoltuq altını təmizlədikdən həmən sonra tərdən qoruyucu vasitələr vurmaq kifayət qədər təhlükəlidir. Son illərdə sosial şəbəkələrdə və müxtəlif internet platformalarında qoltuq altı nahiyəni təraş etdikdən dərhal sonra dezodorant və ya roll-on istifadə etməyin döş xərçəngi riskini artıra biləcəyi ilə bağlı iddialar yayılır. Bu fikrin əsasını təraş zamanı dərinin səthində yaranan mikroskopik zədələr və açılan məsamələr vasitəsilə məhsulların tərkibindəki bəzi maddələrin orqanizmə birbaşa daha asan keçməsi ehtimalı təşkil edir. Mütəxəssislərin bildirdiyinə görə dezodorantların tərkibində olan alüminium birləşmələrinin və digər kimyəvi maddələrin döş toxumasına təsir göstərərək hormonal dəyişikliklər yaratması barədə müxtəlif nəzəriyyələr mövcuddur. Lakin indiyədək aparılmış elmi araşdırmalar bu məhsulların istifadəsi ilə döş xərçəngi arasında birbaşa heç bir əlaqə təsdiqləməyib. Buna baxmayaraq təraşdan dərhal sonra dəri daha həssas olduğu üçün qıcıqlanma, yanma və allergik reaksiyaların qarşısını almaq məqsədi ilə dezodorant istifadəsini bir müddət gecikdirmək tövsiyə olunur. Mütəxəssislər vurğulayırlar ki, döş xərçənginin yaranmasında genetik meyillilik, yaş, hormonal faktorlar və həyat tərzi kimi amillər daha mühüm rol oynayır. Buna görə də dezodorantlardan düzgün istifadə etmək vacib olsa da, onların döş xərçənginin əsas səbəblərindən biri olduğu barədə heç bir elmi sübut yoxdur. Bugünə olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.